Salam, hər vaxtınız xeyir olsun. Belə bir kurikulum sualı ilə qarşınızdayam. Sualın izahına keçməmişdən öncə videonu dayandırın, özünüz sualın cavabını tapın, rəylərdə qeyd edin və daha sonra cavabınızın doğru olub-olmadığını yoxlaya bilərsiniz. Sualımızın şərtində deyir ki, müəllim müşahidə edir ki, şagirdlər tapşırıqları sadəcə qiymət almaq xətrinə yerinə yetirir, yəni onların daxili motivasiyası aşağıdır. Müəllim şagirdlərin daxili motivasiyasını və fəaliyyətini artırmaq üçün uzunmüddətli və pedaqoji cəhətdən ən əsaslı olan hansı strategiyanı seçməlidir? Deməli, şərtdən nə başa düşürük? Şərtdən başa düşürük ki, şagirdlər mövzu ilə bağlı, dərslə bağlı heç bir maraqları yoxdur. Yəni, həvəs də yoxdur, maraq da yoxdur. Gündəlik olaraq sadəcə qiymət almaq xətrinə dərsi oxuyurlar, mövzunu öyrənirlər və bu şəkildə qiymətini alırlar. Biz də indi elə bir variant seçməliyik ki, müəllim bu strategiyanı tətbiq eləməklə şagirdlərdə daxili motivasiyanı, yəni dərsə qarşı marağı, həvəsi artıra bilsin və bu proses uzun müddətli şəkildə getsin. A variantında deyir ki, şagirdlərin hər bir uğurunu müntəzəm olaraq qeyd etməli və onlara səylərinə görə təriflər verilməlidir ki, özlərinə inamı artsın. Bu cavab hardasa doğru cavab kimi qəbul oluna bilər, amma bizdən cavabda şərtdə nə istəyir? Ən əsas olanı seçin. Yəni, ən əsaslı, ən doğru olan biləcək bir strategiyanı seçin. Bu variant bizim üçün tam olaraq doğru bir variant deyil. Düzdür, variant özlüyündə düzgünlüyə əks elətdirir. Çünki biz deyirik ki, şagird hər hansı bir işi icra eləyirsə, bir tapşırıq yerinə yetirirsə, onun nəticəsi səhv də olsa, düz də olsa, biz o nəticəyə gələnə qədər hansı texnikadan istifadə edib, hansı fəaliyyəti icra edib, bunun hamısını dəyərləndirməliyik. Yəni, onun tapşırığı icra eləmək üçün sərf elədiyi enerjisini, strategiyasını, yolunu, hansı mexanizmlə, hansı yolla, hansı qayda ilə tapşırığı icra edib, bunun hamısını tərifləməliyik. Bu doğru bir şeydir. Özünə inamı da artırır, ancaq bu dediyim kimi, bizim şərt üçün ən əsaslı olan variant kimi qəbul edilə bilməz. Ona görə A variantını çıxırıq. B-də deyir ki, şagirdlərə tapşırıqların yerinə yetirilməsi üsullarını və formatlarını seçməkdə sərbəstlik verməli, eyni zamanda öyrənilən mövzuların gələcək karyeralar və real həyat problemləri ilə əlaqəsini davamlı vurğulamalıyıq. Bəli, bu bizim üçün ən dolğun cavab hesab oluna bilər. İndi o bir variantları da nəzərdən keçirəcəyik, amma bu bizim üçün ən doğru variantdır. Çünki biz bilirik ki, sinifdəki şagirdlərdə müxtəliflik var. Yəni, hər bir şagird öyrənmə tərzinə görə, qavrama tərzinə görə, şəxsiyyət tipinə görə bir-birindən fərqlənir. Yəni, biz bu sinifdə tapşırığın icrası üçün şagirdlərə sərbəstlik verməliyik. Hər bir şagird öz öyrənmə tərzinə görə tapşırığı icra edib bizə gətirsin. Yəni, bizdə burada əsas məqsəd odur ki, yetər ki, son nəticəni gətirib bizə təqdim eləsin, amma onu öz bacarığına uyğun, öz qabiliyyətinə uyğun, öz potensialına uyğun, öz marağına uyğun, öz öyrənmə tərzinə uyğun şəkildə gətirsin, təqdim eləsin. Və eyni zamanda biz məktəbdə öyrənilən mövzuların, məktəbdə onların qazandıqları bilik və bacarıqların həqiqətən də real həyatda onların çox köməyinə çatacağını, real həyat üçün çox vacib olduğunu onlara daimi olaraq vurğulamalıyıq. Çünki bu niyə belədir? Şagirdə bunu vurğulamaq lazımdır ki, bugün sənin məktəbdən qazandığın, məsəl üçün deyək, biologiyadan öyrəndiyin hər hansı bir məlumat, fizikadan öyrəndiyin hər hansı bir məlumat, sabah sənin real həyatda qarşılaşa biləcəyin bir problemdə sənin köməyinə çata bilər və yaxud da digər fənlərdə. Məsələ burada fən ayrımcılığı deyil də məktəbdə öyrəndiyi məlumatlardan söhbət gedir. Yəni, ümumi olaraq nə məlumat öyrənirsə, o onun üçün real həyatda lazım olacaq bir məlumatlardır. Bunu da uşaq üçün daimi olaraq, şagird üçün daimi olaraq vurğulamalıyıq. Belə olduğu təqdirdə şagird mövzuya qarşı da, öyrəndiyi bilik bacarığa qarşı da daha maraqla, daha həvəslə yanaşır. Çünki fikirləşir ki, gələcəkdə bu mənə lazım olacaq. Ona görə dediyim kimi, ən əsaslı cavab elə B cavabıdır. Amma digər variantları da nəzərdən keçirdək. C-də deyir ki, hər tapşırıqdan sonra şagirdlərdən necə öyrəndim sualına cavab verməklə refleksiya etmələrini tələb etmələri və səhvlərin inkişafın imkanı kimi qəbul etməyə təşviq edilməlidir. Bu da düzgün cavabdır. Hardasa tam olaraq dolğun düzgün cavab hesab olunmur, amma özlüyündə düzgün bir cavabdır. Çünki həqiqətən də biz şagirdlərə nə öyrədirik? Deyirik ki, öyrəndiyin, daha doğrusu elədiyin səhv sənin üçün dayanma nöqtəsi olmamalıdır. Sən səhvindən
nəticə çıxardı, bir addım daha irəli getməlisən. Ona görə də bu səhvdən, yəni elədiyin səhvləri özün üçün inkişaf imkanı kimi qəbul etməlisən və dərsin sonunda da nə öyrəndim, necə öyrəndim sualını özünə verməlisən. Amma bu variant bizim üçün şərtdə dediyi kimi ən əsaslı strategiya kimi qəbul oluna bilməz. D-də deyir ki, dərsdəki bütün fəaliyyətləri qrup işi şəklində təşkil etməli və şagirdlərə daxili motivasiyanın artırılması üçün sosial əlaqələrə üstünlük verilməlidir. Bütün işi biz qrup işi şəklində tətbiq eləyə bilmərik. Çünki biz fərdi işdən də, cütlərlə işdən də, kollektivlə işdən də istifadə eləyə bilirik. E variantında deyir ki, daxili motivasiya problemi olan şagirdlərə fərdi psixoloji konsultasiyalar keçmək üçün məktəbin psixoloqu ilə əməkdaşlıq edilməlidir. Bu da düzgün variant ola bilər, amma ən axırıncı həddə. Yəni bizim icra elədiyimiz heç bir texnika, heç bir metod, heç bir strategiya işə yaramadığı təqdirdə artıq biz bu öhdəliyi psixoloqa veririk ki, o şagirdlə otursun, fərdi söhbət eləsin və onda olan o daxili motivasiyanın sönməsinin, həvəssizliyinin, maraqsızlığının səbəbini müəyyənləşdirib aradan qaldırsın. Ona görə də dediyim kimi bizim düzgün cavab variantımız olur elə B bəndi.